Nesibova sevgili Adil kızı 6 fevral 2026-cı ildə Ağdaşda itkin düşübdü. Nuranəni, qədim kişini. Mənim üçün çox maraqlıdır. Həqiqətən də bu qızın ilk dəfə itkin düşməsi ilə bağlı məlumatı kim verib polisə? Kim ilk müraciət edib? Qədimlə Nuranə. Qədim kişi və Nuranə. Deməli, mən zəng elədim onlara. Dedim ki, uje bir sutka keçdi da. Demirsiniz, yoxa çıxıbdı. Bir sutka tamam olubdu. Gedim polisə verin də mənim uşağımı görün hardadır. Bəli, mən demişəm, sonra veriblər. Bəli. Siz deyənə qədər onlar müraciət eləməmişdilər. Xeyr. Mən dedim ki, uje bir demədiniz, bir gün qabaqsan gəlməyə deyəndə, dediniz bir sutka olmasa, uşağı axtarmışaqlar. Qoy bir sutka tamam olsun, gəlməsə ondan sonra. Mən də saat 8-ə kimi onlarda oturdum. Dedim, bəlkə daha uşaqdır, harasa gəlib gəlibdi. Uşağı gördüm 8-dir, dedim, mən nə qədər otacam burada, evim var, uşağım var evdə. Məni aparın evə qoyun. Özüm evə gəldim, səhəri günü də dedim ki, saat 1 olardı. Dedim, uje bir sutka keçdi da, saat 9-10 deyirsiniz. Polisə xəbər verin. Ondan sonra polisə xəbər verdilər, yoldaşımla oğlum getdi. Çağırdılar, yoldaşımla oğlum getdi. Yəni, əgər sevgili ilə bağlı məcburmu? Mən belə başa düşdüm ki, siz məcbur müraciət etdirmişsiniz. Bəli. Məcburdur da, mən deməsəydim, onlar demək, vermək fikri yox idi. Sən axtarramın fərqi nədir? Mən sizə bir şey ondan əlavə də, mən dedi ki, bir kəs bilməsin ha, nə anam bilsin, nə bacım bilsin, nə qardaşım bilsin. Polisə müraciəti. Xeyr, uşağın itməyini. Uşağın itkisini. Bəs necə yəni? Ana bilmir ki, nəvəsi yoxdur burada. Ondan sonra qohum əqraba necə yəni bilməsin? Bu necə yanaşma? Nə də mən tərəfdən nə qardaşım da bilməsin, bacım da bilməsin. Mən onunla bərabər bacıma dedim ki, bacı, belə. Dedi, sən nə danışırsan? Sən keçən dəfə ki, deyib bu da. Sən dedi ki, filan şey demə, peşmən şey, ana demə. Nuranə də hər ikisi telefonlarını bağlayıb. Çox maraqlıdır. Bizim, sizin bir qohum var idi. Nə idi o? Sizin, nə düşür o? Burada səninlə bərabər gələn qız nəyin olur? Bacımın gəlini. Bacınızın gəlini. Mikrofonu verək ona. Mikrofon verək. Yəni, mənim üçün çox maraqlıdır həqiqətən də. Yəni, əgər sevgilinin başında bir şey yoxdursa, Nuranə də, qədim kişi də, hər ikisi möhkəm mənimlə bərabər çalışmalıdırlar ki, biz bunu ortaya çıxardaq. Bir dəfəlik bunlar da bu, belə deyək, bəladan, bu problemdən qurtulsunlar. Bunlar yanaşmır. Bunlar yaxınlaşmır. Sakitcə otururlar öydə ki, görək nə olacaq. Siz bilirsiniz nə olacaqsa. Sizin əlinizdən çıxıb bu qız. Deməli, 22-si... Bacısının evində par saxlayıb, qardaşın evində saxlayıb. Niyə? Polis axtarır, bu polisə necə gizlədə bilər? Keçən dəfə Xoşqədəm xanım dedi, Bakıya gəlib bəlkə. Belə Bakıya dayısının oğlunun Çünki deməli, uşağın məktəbindəki tədbirdə taksi sürücüsünə yanvar ayının 13-ünə qədər, bunu mən demirəm, Nuranə deyir, yanvar ayının 13-ünə qədər danışdığı oğlana deyir ki, məni Bakıya apar, mən Bakıya getmək istəyirəm. Nuranə deyir ki, o Bakı eşqi ilə yaşayırdı. Bildiniz mi? Üzr istəyirəm. Nuranə 24-ü 2-ci ay 2026-cı il tarixdə sevgilinin yaşadıkları evdən qeydiyyatdan çıxarılması ilə bağlı müraciət edibdir. Nəyə görə? Ərizə verib, bəli. 24-ü 2-ci ay. Deməli, 6 fevralda sevgili itir. 15 gündən sonra həmi boşanmaq üçün müraciət eləyir mediasiyaya. Mən keçən dəfə dedim, boşanma tarixini demişdim. 21-i ya 22-si? 24-ündeyiz. Necə? 22 günü idi məhkəməsi olası. Bəli, 23-ü, 24-ü isə qeydiyyatdan keçmək üçün çox maraqlıdır. Çox maraqlı faktlardır bunlar. Sevgilinin tapılması üçün ailə məlumat verənə 1000 manat mükafat təsis edib dostlar. Baxanlar, izləyənlər, bu taliyyədən xəbərdar olanlar 050-501 0147 bizim əlaqə nömrəmizdir. Deməli, birazdan bizim əməkdaşlarımızdır. Ayşad, mikrofonu götür Ayşad. Dəqiq sən istəyirsən ki, bu qadın əgər Hüseynin anası çıxarsa, onunla bir yerdə yaşayasan? Bəli, Xoşqədəm xanım.
Əminsən? Bəli, mən əminəm. Nə bilim mən nəsən? Yox, oradan söhbət getmir, anandan söhbət gedir. Hara olur olsun, əsas o da anandır. Niyə əsəbləşirsən ki? Əvvəl əsəbləşmirdin, əvvəl ürəklənmişdin. Nə oldu birdən-birə indi axtarışdan imtina edirsən, uzaqlaşırsan? Bunun altında nə gizlənir? Mənim əzab günümdür. Mən bugünkü gündə onların sayəsində bronxit asma xəstəliyini tapılmışam. Mən nə edirəm onların indi varlığını, yoxluğunu? Niyə? Mən sonradan fikirləşəm ki, nə edirəm bunlar ikinci dəfə aqronagroska götürmə özümə ki? Lazım deyil. O DNK analizi onunla verincə o neçə min manat pul eləyir. Elə bir ehtiyacı olan insanlar birinin işini həll eləyərsə xoşadam xanım. Çox doğru vurgular. Ay, xoş gələm Hüseyin, xanım, çox bu belə Məni bax danışmağına mən baxmayın. Sonra məndən həmişə o dərmanı vuranda mən əsəbləşirəm. Ki mən nəyə görə onlara görə mən bu xəstəyə tapdım. Bir dənə mən öskürürdüm deyənə. Onlar birdən mən indi ögey olanda ögey nə olur olsun Hər bildirir nəysə, hələ özünü. dəqiq olmasa da bacın olur. Aha. Bunların evində qalırdı. Hüseyin öskürməyim Ona uşağıma görə xəstəlik deyirəm keçər. də, DNK Götür bu baltaları axtarsın. at bu bayra. Mən o baltalarımı götürdüm. Gecə ilə mən gedib Binəqədi Gəncə şəhərciyində maşının içində yatmışım. Ayşə, Bəlkə çanan deyil, bir DNK verdirək də, sən niyə hoppanıb düşürsən yenə? Nə olub, yaxşılıqdır Lazım səndə? deyil o DNK-nın neyini Yox, xoş Sen gələm deyir ki, o xanım, məncə DNK-nin şey pulunu nəsə biz başqa gizlədir. bir Bəli, yerə başqa verək. xeyir işə xərcləyir ki. Bəli, geri Ay, gəlmişkən xoş gələm, bəlkə 50 çox nəfərin mənasız deyil. sünnətini edəcəyik. Bu tam pulsuz, təmənnasızdır. Allah canınıza sağ Sünnət olsun. aksiyamızda iştirak etmək istəyənlər 050 501 0147-yə zəng etsin. 50 bizim körpəmizə yardım edəcəyik dostlar. Bizi izləyənlər, çarəsiz imkanı olmayanlar, uşağını sünnət etdirmək istəyənlər, amma imkansız olanlar 050 501 0147. Bax bu aksiyada yararlanın. Nömrəmizi görürsünüz. Qaynar xətlərimizin hər birinə yaza bilərsiniz. Yəni Hüseynin dediyi odur ki, biz gedib o boyda pulu ona verməyək. Bəli, xoşlayam. Onu demək istəyir. Ayşə, Düzdür, həqiqət var orada, Ayşə, amma indi- nədənsə Neyse ürəyimə problem, bax xoşlayam. dağılır ki... Bunun əsas plan bunun planıdır. Mənim heç bir planım yoxdur. Yox, planı Sadəcə quran mən nəyi sən, deyirəm, mən buna deyil. əksinə gedir. Bizim Sən əməkdaşlarımız planlarla artıq hərəkət Tabii, edirsən. siz Əvvəl demək istəyirdi, əvvəl istəyirdi. Bağlantımız olacaq. Amma birdən-birə çöndü. Mən Ayşə, sənin səbirli problemlərinə ol. görə Həmişə çöndüm ki, beləsən. lazım deyil. Xeyr, Ay- söhbəti fırlatma. Ayşə səbirli ol. İndi bizim əməkdaşlarımız birazdan canlı bağlantı olacaqdı. İllər sonra Hüseyin anası ilə üz-üzə gələcək DNT testinin olunub olunmasına həm də ana qərar verməlidir. Bax bundan sonra hər şey aydın olacaqdı ki, həqiqətən bəlkə də Təranə xanım heç onun anası deyil. O övladı çıxdı. Anası deyil. Gəlin Gülnar xanım. Söygülünün şəklinə diqqətlə baxaq dostlar. Söygülü ilə bağlı məlumatı olanlar 050 501 0147-yə zəng etsinlər. Ailə söygülünün yerini deyənə 1000 manat mükafat verəcəkdir. İnşallah. Nuranə ilə əlaqəmiz varmı? Bütün telefonları söndürübdülər. Çox maraqlıdır, çox. Baharla da bağlı məndən xəbər gözləyirsiniz. Deyəcəm. Birazca səbirli olun. İzləyək Gülnar xanımın sujetini. 70 yaşlı pasiyentimiz bizə keçən ay müraciət eləyib. Hər iki dizimizdə 4-cü dərəcəli artroz. Artroz həmçinin buna el arasında duzlaşma, qığırdaq yeyilməsi, maye azalması belə deyilir. Gələrkən ağrılarımız çox idi və biz rayonda olduğuna görə fizioterapiya prosedurlarına gəlib gedə bilmədiyinə görə bir dizimizə plazma terapiyası etmişik. Bugün hər iki dizimizə plazma terapiyası eləyəcəyik. Necə idik Nazikə xanım gələrkən ağrılarımız? Sırf da doktor gələndə qıçım ağrıyırdı, yata bilmirdim, dura bilmirdim, ondan gəzə bilmirdim, elə bilirdim ki, oyuna qırılacaq. Gəlib sizin iğni özü vurdurub gedəndən sonra qıçım yaxşılaşdı. Yaxşılar. Yaxşı yeridim, yaxşı gəzdim, yaxşı durdum, yatdım. Allah sizin köməyiniz olsun. Sağ ol. Deyirsiniz hətta pilləkən də çıxıb Hə, pilləkən də çıxıb düşmüşəm 2-ci mərtəbəyə. çıxıb düşür. Amma əvvəl heç nə eləyə Çıxmışam, bilmirdim. düşmüşəm, əvvəl çıxa bilmirdim. Təşəkkür edək Gülnar xanıma və qeyd edeyim ki, 15 ildir ki, Gülnar xanım bu sahədə fəaliyyət göstərir. Azərbaycanda barmaqla sayılacaq fizioterapiya reabilitoloqlarımızdan biridir. Bu sahədə ixtisaslaşmış bir doktorumuzdur. Dünyanın bir çox ölkələrində bütün belə deyək o yenilikləri sizlər üçün gətirib. Medera Hospitalında böyük bir mərkəz qurulubdur ki, buradakı bu aparatlar yalnız Medera Hospitalında Gülnar xanımın mərkəzindədir. Özdə indi məni izləyənlər var, xüsusilə də Şəki
Şəki, Gəncə. Çünki 28 mart Şəkidədir, 11 aprel Gəncədə. Deməli, görürsünüz ki, dizləriniz ağrıyır, pilləkənləri çıxırsınız, ağrıdan tərpənə bilmirsiniz. Ay, uzun yol yeriyərkən ağrılarınız var. Əməliyyata gərək yoxdur. Çünki bizim Gülnar xanımımız var, dəyərli doktorumuz var. Və bu üsul ölkəmizdə bir ilkdir, Gülnar xanımın yanındadır. Artroz xəstəliyinə əziyyət çəkənlər bir iğniyə 20 dəqiqəyə bu ağrıya yox deyirsiniz. Ona görə tələsin. 28 mart Şəkidə, 11 aprel Gəncədə, mənim Şəki üçün bizim son 10 yerimiz qalıb. 051 525 17 17 əlaqə nömrəsidir. Son 10 yer qalıbdır. Şəki və Şəki ətrafından izləyənlər 11 apreldə də Gəncədə olacaq və Bakıdan da müraciət edənlərə Sən Axtarıramın adından xüsusi endirimlər var bu peşəkar doktorumuzun yanında. Buyurun doktor. Sağ olun. Çox sağ olun. Bu xanımımız bizdə əslində əməliyyatlıq bir vəziyyətdədir. Tam axırıncı dərəcə, 4-cü dərəcəlidir. Sadəcə çəkisi və yaşı var deyənə özü əməliyyat istəmədi. Biz hər dəfə yenilikdən danışırıq, amma onlar gəlib axırıncı dərəcəyə çatdırmasalar, kifayət qədər biz... Ağrı var, gəl. Bəli, və biz artrozu bugün durdura bilirik. Yəni, dərəcələrin irəlilənməsinin qarşısını ala bilirik. Nə yazıq ki, bu pasiyent axırıncı dərəcədədir, amma yenə də əməliyyat istəməsə belə kifayət qədər köməyimiz dəyir. O demək deyil ki, 4-cü dərəcəni biz gətirib 1-ci dərəcə eləyəcək, bu mümkün deyil. Sadəcə və sadəcə xəstə həyat fəaliyyətini bərpa edir, ağrıdan azad ola bilir. Və bunu gecikdirir. Bəli, gecikdirir. Bu əməliyyatı gecikdirir. Həm əməliyyatı gecikdirir və hər dəfə də xəstə bizə deyir ki, mənə lazım deyil orada nə hadisə baş verir. Sadəcə mən yeriyə bilim, ağrım azalsın, biz onu eləyə bilirik. Sadəcə xəstəliyi də durdura bilirik, amma vaxtında 2-ci dərəcə, 3-cü dərəcə olanda ağrı özü-özünə keçər deyə belə bir şey yoxdur. Müalicə oluna bilir. Mütləq müraciət olunmalıdır. Və mən bir şey deyim, mən də buradan hamıya onu deyirəm, amma inanırsınız 2 aydır mənim ayaqlarımda ağrılar var, üzr istəyirəm. Mən dəfələrlə gedirəm, düzdür, dəfələrlə Medera Hospitalında başqa xəstəliklərimlə bağlı gedirəm, amma vaxt tapıb gedə bilmirəm. Oysa ki, ən önəmli bizim ayaqlarımızdır, yeriyirik biz və xüsusilə də ailədə, nəsildə sümük yeyilməsi olanlar var. Bunlar daha diqqətli olmalıdırlar, daha tez müraciət, ağrını gördüyümüz an müraciət etməliyik. Ağrı artıq irəliləyib, əməliyyat həddinə və yaxud da ki, ümumiyyətlə yerdən qalxa bilməmək həddinə çatanda gəlib doktordan imdad diləmək də belə heç bir xeyir vermir. Ona görə də ağrılarınız varsa, onurğada belə deyək, çiyin, diz ağrıları, protruziya, uşaq və yeniyetmələrdə onurğa problemləri, skalyoz, kifoz, lardoz, artrozdan əziyyət çəkənlər 051 525 17-17-yə zəng eləyin. Medera Hospitalındadır Şəki. 28 mart Şəkidə, 11 aprel Gəncədədir doktorumuz. Bircə iğnə ilə artroza yox deyəcəksiniz. Özdə ilkdir bu üsul. Gəl mənim dəyərli doktorum, mənim sevimli doktorum. Mədə, bağırsaqda illahi bir ağrı varsa onu yox edəcək həkimim. O qədər mən xoş sözlər alıram ki, Ramin bəy, Rusiyadan gəlib, Moskvadan gəlib, gəzmədiyi həkimlər qalmayıb. Mədə bağırsağındakı problemə siz yox demişsiniz. Əhsən sizə. Və sizə onun təşəkkürünü bugün, o gözəl anamızı da buradan öpürəm, tanımıram, izləyicimdir. Yazdığı o mesajı sizə çatdırıram. Allah sizi var eləsin. İzləyək. Yusibova Söygülü Adil qızı 6 fevral 2026-cı ildə qaynata evindən yoxa çıxıbdır və çox maraqlıdır ki, bu qızın yazdığı o taksi sürücüsü kimdirsə, bu barədə Nuranə xanım bilir. Hardan bilir, hardan tanıyır, elə deyil. Baharla da bağlı mənim indi məlumatım olacaq və mən ataya Baharla bağlı bu araşdırmanın nəticəsini vermək istəyirəm. Açıqcası, bəlkə də kim olsa mənim yerimə bunu açıq-açıq elan edə bilərdi efirdən. Mən bunu qısa bir ara verək deyəcəm, qısa bir ara verək.